İldirim bəyin 3 oğul balası burada iştirak edir. Mən böyük məmnuniyyətlə Rafael bəyə sözümü verirəm. O ürək sözünü bizimlə bölüşsün və beləliklə məclisimizin sonu yekunlaşsın. Buyur. Bugün mən elə bilginən ki, qayıtdım öz cavanlıq illərimə, gənclik illərimə, yəni ki, uşaqlıq illərim yadıma düşdü. Bu atalı dünyamın ən gözəl anları, ən gözəl nətər deyərlər, xatirələri mənim ürəyimdə dilləndi. Buna görə mən sizin hamınıza minnətdarlığımı bildirirəm. Burada gözəl sənətkarlar oturub, onların hamısına öz minnətdarlığımı bildirirəm. Başda İslam müəllimi olmaqla, Əlbaba müəllimi olmaqla, Arif müəllimi olmaqla, yəni ondan başqa məclisimizi, gözəl məclisimizi aparan Canali müəllimə öz minnətdarlığımı bildirirəm. Bu məclisi lentə alan AzTV1-in bütün işçilərinə, əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Sağ olun, öpürəm, hamınızı bağrıma basıram.